بسم الله الرحمن الرحيم بسم الله الرحمن الرحيم الحمد لله رب العالمين والصلاة والسلام على أشرف الأنبياء والمرسلين سيدنا ونبينا ومولانا محمد وعلى آله وأصحابه أجمعين رب اشرح لي صدري ويسر لي أمري واhlul uqdatan min lisani yefqahu qawli. Allah Azze ve Celle'nin izniyle İbn-i Battah el-Ukbari rahimahullahın İbanətü's Suğra adlı əsərini oxumağa davam edirik. Bundan sonra İmam rahimahullah çox mühüm bir mövzuya başlayır. Sünnətin əsilləri və sələfin etiqadı və iman mövzusuna toxunur. İman mövzusuna, iman məsələsi əhl-i sünnət qatında nədir və əhl-i sünnəti murciyadan fərqləndirən iman məsələsində əhl-i sünnət ilə murciya arasındakı hansı fərq var deyə bunu bəyan edir. Şeyx rahimahullah buyurur ki, Allah sənə rəhm etsin ey qardaşım, bizi də, səni də elmi ilə faydalandırsın, bizə elmimizlə əməl etməyi nəsib etsin, bizi sünnətə müvəffəq eləsin və canımızı sünnət üzərə alsın. Allah Rəsulü sallallahu aleyhi və səlləmin bəzi hədislərini və alimlərin bəzi sözlərini zikr edir ki, bu xəbərlərdə bidətə düşməkdən qorxutma, xəbərdar etmə və çəkindirmə vardır. Həmçinin bu xəbərlərdə irəli sürən bəhanələrin ortadan qalxması haqqında, insanlara sünnətə yapışmasının əmr edilməsi haqqında, sünnətə müxalifət edən kəslərdən uzaqlaşmağın vacib olması haqqında, sünnət üzərə səbat etməyin vacib olması haqqında danışılmışdır. Çox mühüm mövzulara toxunur. Buyurur ki, hansı mövzular vardır? İnsanlara sünnətə yapışmanın əmr edilməsi haqqında, sünnətə müxalifət edən kəslərdən uzaqlaşmağın vacib olması haqqında, sünnət üzərə səbat etməyin vacib olması haqqında danışılmışdır. Biz bunları çətinlik çəkmədən yazdıq və asan şəkildə zikr etdik. Bunların bir qismi Allah Azze ve Celle'nin xeyrini dilədiyi və qəlbində azca dirilik olan kəsə kifayətdir. Biz sünnəti açıqlayacaq, onun xüsusiyyətlərindən bəhs edəcəyik. Qulun ondan yapışdığı və Allah qarşısında din olaraq seçdiyi təqdirdə əhl-i sünnə olaraq adlanacağı şeyin nə olduğunu bəyan edəcəyik. Sizə bəyan edəcəyik o şeyi ki, siz ondan yapışdığınız halda, ona əməl etdiyiniz halda əhl-i sünnə hesab olunacaqsınız. Qulun onun bir qisminə və ya hamısına müxalifət etdiyi təqdirdə çəkindirdiyimiz və alçaltdığımız bidət və zeyğ əhli sinifinə daxil olduğu şeyin də nə olduğunu açıqlayacağıq. Bizim edəcəyimiz bu açıqlama üzərində Allah Rəsulü sallallahu aleyhi və səlləmin göndərildiyi gündən bu günə qədər bütün müsəlmanlar icma etmişdir. Bizim bəyan etdiyimiz bu şey üzərində Allah Rəsulü sallallahu aleyhi və səlləmin göndərildiyi gündən bu günə qədər bütün müsəlmanlar icma etmişdir. Əvvəlcə Allahın qullarına fərz etdiyi və Rəsulunu sallallahu aleyhi və səlləmi göndərmə və Quranı nazil etmə səbəbi olan iman haqqında zikr edəcəyik. Ən birinci nədən başlayır? İman nədir? Əvvəlcə Allahın qullarına fərz etdiyi, ən birinci Allahın qullarına fərz etdiyi iman və Rəsulü sallallahu aleyhi və səlləmi göndərmə və Quranı nazil etmə səbəbi olan şeyi, yəni imanı bəyan edəcəyik. Allah Əzzə və Cəlləyə imanın mənası, Allahın öz Rəsulu vasitəsilə nazil etdiyi bütün xəbərləri, əmr etdiklərini, qadağan etdiklərini təsdiq etməsidir. İmanın mənası nədir? Allahın öz Rəsulu vasitəsilə nazil etdiyi bütün xəbərləri, əmr etdiklərini və qadağan etdiklərini təsdiq etməsidir. O bütün rəsullarını bunun üçün göndərmişdir. Allah Əzzə və Cəllə buyurur ki, وَمَا أَرْسَلْنَ مِنْ قَبْلِكَ مِنْ رُسُلٍ İllə nuhiyə ileyhə ənəhu la iləhə illə ənə fə'budun. Səndən əvvəl elə bir elçi göndərməmişik ki, ona məndən başqa heç bir ilah yoxdur və mənə ibadət edin deyə vəhy etməyək.
səndən əvvəl elə bir elçi göndərməmiş ki, ona vəhy etməyək ki, məndən başqa heç bir ilah yoxdur və mənə ibadət edin. Sonra buyurur ki, وَالتَّسْدِيقُ بِذَٰلِكَ قَوْلٌ بِلِسَانِ وَتَسْدِيقٌ بِالْجَنَانِ وَعَمَلٌ بِالْأَرْكَانِ. Təsdiq dedikdə və yuxarıda dedi ki, iman nədir? İman buyurdu ki, iman o şeydir ki, Allahın Rəsulu vasitəsilə göndərdiyi və Quranı nazil etdiyi, öz Rəsul vasitəsilə göndərdiyi bütün xəbərləri, əmr etdiklərini və qadağan etdiklərini təsdiq etmək. İmanın tərifi budur. Bəs təsdiq nədir? Hansı ki, təsdiq sadəcə dillə təsdiq etdim demək deyil. Təsdiq nədir? Buyurur ki, وَالتَّسْدِيقُ بِذَٰلِكَ قَوْلٌ بِلِسَانِ وَتَسْدِيقٌ بِالْجَنَانِ وَعَمَلٌ بِالْأَرْكَانِ. Təsdiq dedikdə qəsd olunan dil ilə tələffüz etmək, qəlb ilə təsdiq etmək və əməllərlə göstərməkdir. Demək ki, iman əhl-i sünnət qatında nədir? Əhl-i sünnətin icma etdiyi iman nədir? Dil ilə tələffüz etmək, qəlb ilə təsdiq etmək və əməllərlə göstərməkdir. Yəni, la ilahə illallah kəlməsini, hansı ki, Allah Əzzə və Cəllə buyurdu ki, siz elə bir elçi göndərmədi ki, ona vəhy etməyək, məndən başqa bir ilah yoxdur və yalnız mənə ibadət edin. Yəni, tövhid, la ilahə illallah kəlməsini dil ilə təsdiq etmək, dil ilə tələffüz etmək, qəlb ilə təsdiq etmək və əməllərlə bunu göstərməkdir. Bu imandır. Murciə məzhəbi, qardaşlar, əməlləri imanın səhhət şərti görməyərək əhl-i sünnətə müxalifət etmişdir. Sələf-i salihin zamanından bizim zamanımıza qədər onları təqib edən əhl-i sünnət imanın 3 rükunundan ibarət olduğu və bu rükunlardan biri olmadığı təqdirdə o kəsdən imanın qəbul edilməyəcəyi üzərində icma etmişdir. Sələf nə üzərində icma etmişdir? Qədimdən bugünə qədər sələf icma etmişdir ki, imanın 3 rükunundan biri olmasa, yəni dil ilə tələffüz edilməsə, qəlb ilə təsdiq edilməsə və əməllərlə göstərilməsə, o kəsdən iman qəbul edilməz. İmam Şafi rahimehullah buyurur ki, səhabə və onlardan sonra gələnlərdən gördüyümüz hər kəsin belə dediyinə şahid olduq. İman, söz, əməl və niyyətdir. Bu üçündən biri yalnız digəri olduqda fayda verir. Üçündən biri yalnız digəri olduqda fayda verir. Bunu da İmam Lələkəyi və İbn-i Teymiyyə rahimehullah rəvayət etmişdir İmam Şafi'dən. İbn-i Battah rahimehullah bu İbanətul Kubra əsərində buyurur ki, yəni bir bab açır, fərz olan imanın qəlb ilə təsdiq, dil ilə bəyan və əməllərlə göstərmək olduğu və bir kəsin yalnız bu üçünü cəm etməklə mömin olmasının bəyanı babı. Və o babıda buyurur ki, iman sözdən ibarətdir. Əməl imandan deyil deyən kəs haqq dinin əhlindən deyildir. İman sözdən ibarətdir. Əməl imandan deyil deyən kəs haqq dinin əhlindən deyildir. Mömin və mühtədi deyildir. Haqq din ilə əməl etməmiş və haqq dini qəbul etməmişdir. Çünki Allah Əzzə və Cəllə bizə kamil dinin yalnız fərzlərin kamil olması ilə mümkün olduğunu bildirmişdir. Deyirəm ki, bu və buna bənzər günümüzdə özlərini əhl-i sünnətə nisbət edən murciyələrin əməl imanın kamillik şərtidir sözünün batilliyini bəyan edir. Bu və buna bənzər sözlər günümüzdə özlərini əhl-i sünnətə nisbət edən murciyələrin əməl imanın kamillik şərtidir. Murciyələr nə deyir? Əməl imanın kamillik şərtidir, səhhət şərti deyil. Yəni, əməl olarsa iman kamil olar, amma əməlin tərki imanın tərki deyil. Əməlin tərki imanın yox olması deyil. İman naqis olar, amma yenə də iman qalır. Bu murciyələrin etiqadıdır. Buyurur ki, bu sözün batilliyini bəyan edir. Bundan daha dəhşətlisi isə, əməlləri imanın səhhət şərti sayanların görüşünün xavaricilərin görüşü olduğunu iddia edən kəslərdir. Bundan daha dəhşətlisi hansıdır? Əməlləri imanın səhhət şərti sayanların görüşünün xavaricilərin görüşü olduğunu iddia edən kəslərin nədir? İddiasıdır. Allahım, səni bütün nöqsan sifətlərdən tənzih edirəm, bu böyük bir iftiradır. İmam İshaq ibn Rahiyyə rahimehullah buyurur ki, murciələr o qədər həddini aşmışdır ki, qulət ediblər, yəni qulət həddini aşıblar.
Murciyələr o qədər hədd aşıblar ki, bəzi kəslər hətta belə deyirlər. Yəni İmam İshaq ibn Rahaya bunu belə dəhşətli bir şey kimi murciyələrin həddi aşmış, azğın bir fikir kimi olaraq deyir ki, onlar hətta bəziləri belə deyirlər. Fərz namazlarını, zəkatı, orucu, həcci və fərzlərin hamısını tərk edən kəsi bunları inkar etmədiyi müddətcə təkfir etmərik. Onun işi Allaha həvalə edilər, çünki o bunları təsdiq etməkdədir. Şübhəsiz bunların murciə olmalarında şübhə yoxdur. Bunu Hərb bin Kirməni Əs-Sünnədə, yəni İbn Rəcəb Əl-Həmbəli Rahiməhullah Fəthül Bəridə zikr edir. Fikir verin qardaşlar. İmam İshaq ibn Rahaya buyurur ki, yəni onlar o qədər hədd aşıblar ki, deyirlər ki, namazları, zəkatı, fərz namazları, zəkatı, orucu, həcci və fərzlərin hamısını tərk edən kəs, əgər onu inkar etmirsə, bu fərzləri inkar etmirsə, bu fərzlərin vacibiyyətini inkar etmirsə, bunu təkfir etmərik. Buyurur ki, bu şübhəsiz ki, murciyənin görüşüdür. Yəni, bugünkü özlərini sələfə nisbət edən əhl-i sünnət dəvətçisi zənn edənlərin dediyi şey. İbn Teymiyyə Rahiməhullah buyurur ki, vacib olan imanın fərzlərdən hər hansı birini etmədən də hasil olacağını deyən kəs açıq-aşkar xata etmişdir. Yəni, vacib olan bir kəs fərzlərdən heç birini etməsə də, Allah Əzə və Cəllənin fərz etdiyi əməllərdən heç birini etməsə də, əgər onları inkar etmirsə, o kafir olmaz deyən kəs açıq-aşkar xata etmişdir. Bu sələfin və imamların müntəsiblərini ağır sözlərlə alçatdığı murciyənin bidətidir. Sələf murciyələr haqqında çox ağır ifadələr işlətmişlər ki, bunların hamısı açıqdır. Namaz fərzlərin ən böyüyü, birincisi və ən dəyərlisidir. Bunu Məcmul Fətava 7-ci cild 261-ci səhifədə deyir. Demək ki, qardaşlar, əhl-i sünnətin icma etdiyi məsələ odur ki, əməllər, vacib əməllər imanın səhhət şərtidir. Bir kəs vacib əməlləri tərk edərsə, onu təsdiq etsə belə, tövhidi olsa belə, la ilahə illallah desə, Allah Əzə və Cəlləyə heç bir şey şərik qoşmasa belə, şirk əhli olmasa belə, vacibləri tərk edərsə, yəni vacib imana daxil olan əməlləri, vacib əməllərin hamısını tərk edərsə, əhl-i sünnət qatında icma ilə bu kəs nədir? Kafirdir. Amma burada bir məsələyə diqqət etmək lazımdır. Burada insanların qarışdırdığı bir məsələ var. Bir vacibi tərk etmək başqa şeydir. Əməlin cinsini tərk etmək başqa şeydir. Müsəlmanların çoxu bunu qarışdırırlar. Ya ifrata varırlar, ya təfritə düşürlər. Bir vacibi tərk etmək başqa şeydir. Əməlin cinsini tərk etmək başqa şeydir. Əməlin cinsi nədir? Alimlər əməlin cinsi dedikdə, yəni Allahın vacib etdiyi və müsəlmanlara xas olan əməllər. Məsələn, namaz, oruc, həc, zəkat, hansı ki bu fərz əməllərdir və müsəlmanlara xasdır. Buna diqqət edin. Amma məsələn, valideynlərə yaxşılıq da vacib əməldir. Qonşuya yaxşılıq da vacib əməldir. Amma müsəlmanlara xas əməl deyil. İslama xas əməl deyil. Sən bir yahudinin, nəsraninin, ateistin belə valideyninə yaxşılıq etdiyini görərsən. Amma bu onun imanına dəlalət etməz. Biz bir ateistdə, bir yahudidə, nəsranidə valideyninə yaxşılıq etdiyini görsək, valideynə hər bir halda itaat etdiyini görsək, dünya işlərində Allahın əmr etdiyi şəkildə belə itaat etdiyini görsək, bu artıq müsəlmandır deyə bilmərik. Nə üçün? Çünki bu İslama xas olan bir əməl deyil. Bu onun imanına dəlalət etmir. Amma bir ateistin, yahudinin, nəsraninin İslam namazı qıldığını, oruç tutduğunu, həcc etdiyini görə bilməzsən. Baxın, hər ikisi vacib əməldir. Namaz da, oruc, həcc, zəkat vacib əməldir. Valideynlərə yaxşılıq da vacib əməldir. Sən bir ateistdə valideynlərə yaxşılıq görə bilərsən, bir yahudidə görə bilərsən. Amma bir yahudidə, bir nəsranidə, bir ateistdə sən namaz, zəkat, oruc, həcc görə bilməzsən. Yəni, bunu bilmək lazımdır. Yəni, əməlin cinsi dedikdə qəsd olunan bu əməllərdir. Bu demək deyil ki, bu əməlləri edən kəslər istisnasız müsəlmandır. Kimi həcc edən görsək, namaz qılan görsək və s. ona tərəddüdsüz müsəlman hökmü verməliyik. Xeyr. Yəni, İslam adına edilən fərzlərdən gedir söhbət.
Yəni kəlime-i şəhadətdən sonra İslamın 4 rükununu hamısını tərk edən və digər vacibləri, Allahın vacib etdiyi, İslama xas olan bütün vacibləri tərk edən kəs nədir? Əhl-i sünnətin icması ilə kafirdir. Bunları tərk edən kəsin kafir olmasında əhl-i sünnə icma etmişdir. Əməlin cinsinin tərki budur. Çünki bəzən bugünkü zəlalət dəvətçilərinə dedikdə ki, siz dildə əməl imandandır deyirsiniz, amma imana dəlalət edən heç bir əməl etməyən kəsə də müsəlman deyirsiniz. Onlar deyirlər ki, bu kəslərin əməlləri var. Məsələn, valideynə yaxşılıq edirlər, qonşuya rəhm edirlər, kasıb adama kömək edirlər, kasıba sədəqə verirlər və s. Bu deyilənlər əməlin cinsinə aid əməllər deyil. Bu deyilənlər əməlin cinsinə aid əməllər deyil. Bu məsələni Şeyxülislam İbn Teymiyyə rahimehullah çox gözəl şəkildə izah etmişdir. O deyir ki, bir insan Muhammed sallallahu aleyhi və səlləmin şəriəti ilə özünə vacib olduğuna inanaraq bir əməl etməlidir. Yəni onda iman olduğuna dəlalət etməsi üçün, onda imanın varlığına dəlalət etməsi üçün nə olmalıdır? O, Muhammed sallallahu aleyhi və səlləmin şəriəti ilə özünə vacib olduğuna inanaraq bir əməl etməlidir. Yəni o zahiri bir əməl edir və həmin əməli edərkən onun Muhammed sallallahu aleyhi və səlləmin şəriəti ilə özünə vacib olduğuna inanmalıdır. Məsələn, bir insan İslamı qəbul etsə, şəhadət gətirsə və valideynlərinə yaxşılıq etsə, lakin o valideynə yaxşılığı İslam şəriətində özünə vacib olduğuna inanaraq etmirsə, bu əməl şəri baxımdan qəbul olunmuş sayılmaz. Bu əməl şəri baxımdan qəbul olunmuş sayılmaz. Bu günümüzdə olan murciə dəvətçiləri isə nəinki əməlin cinsinin tərki, tövhidi tərk edən şirk əhlinə belə iman hökmü verərək həm əhl-i sünnətə, həm də murciələrə belə müxalifət etmişlər. Qədim murciələrin əhl-i sünnətlə ixtilafı, yəni həqiqi murciələrin əhl-i sünnətlə ixtilafı tövhid üzərində deyildi, əməlin tərki üzərində idi. Onlar əhl-i sünnətə müxalifət edərək deyirdilər ki, bir kəsin tövhidi varsa, bu vaciblərin vacib olduğunu iqrar etdikləri halda tərk edərlərsə kafir olmazlar. Hansı ki, əhl-i sünnət onları ağır sözlərlə alçatmışdır. Bugünkü murciə dəvətçiləri məsələn, nəinki tövhidi olan şirk əhlinə belə iman ismi verərək, vacib olan əməllərdən heç birini yerinə yetirməyən kəslərə iman hökmü verirlər. Məsələn, günümüzdə bir kəs nə namaz qılmır, nə oruç tutmur, nə zəkat vermir, nə həcc etmir, vaciblərin, şəriətin ona vacib etdiyi heç bir əməli etmir, hələ tövhidin olub-olmaması haqqında danışmıram. Belə kəslərə günümüzün murciə dəvətçiləri müsəlman ismi verərək deyirlər ki, bunlar həmən vacibləri inkar etmir. Əgər vacibliyini təsdiq edib, hər hansı səbəbdən əməlin özünü tərk etsələr, onda kafir olmazlar. Bu əhl-i sünnətin yox, murciənin əqidəsidir. Ona görə İshaq bin Rahiyyə rahimehullah buyurur ki, murciələr o qədər hədd aşıblar ki, fərzləri inkar etmədən onu tərk edən kəsin kafir olmadığını deyirlər. Bugünkü zəlalət dəvətçiləri bizə etiraz edirlər ki, bizə niyə murciə deyirsiniz? Ən azı buna görə murciə olmaları kifayətdir. Ən azı buna görə onlara murciə deməyimiz üçün kifayətdir, tutarlı bir səbəbdir. Yəni, digər bir səbəbdən də bu kəslərə murciə deməkdə yenə səhv edirik. Ona görə ki, murciələr əməli tərk edən kəsə müsəlman desələr də, onlar həmən kəsə tövhid şərti qoşublar. Tövhidi tərk edən heç kəsə müsəlman deməyiblər. Murciələrin belə bir etiqadı yoxdur. Tövhidi olduğu halda əməli tərk edənə müsəlman deyiblər. Bugünkü bu zəlalət dəvətçiləri isə heç tövhidi belə şərt qoşmurlar. Onlara görə bir nəfərin özünü İslama nisbət etməsi müsəlman olması üçün kifayətdir. Bu yöndən murciə yox, Qulət Cəhmi etiqadındadırlar. Yəni bu yöndən bunlara murciə demək olmaz. Tövhid məsələsində bunlar murciə deyirlər. Tövhidi şərt qoşma məsələsində murciə deyirlər, Qulət Cəhmi edirlər. Əməl məsələsində, əməlin tərki məsələsində bəli, murciə etiqadındadırlar. Xülasə bugün əhl-i sünnə kimi özlərini təqdim edən günümüz dəvətçiləri şəksiz, şübhəsiz əməl yönündən murciə məzhəbindədirlər. Bu dediklərim əməlin cinsinin tərkinə aiddir ki, əhl-i sünnətə görə əməlin cinsinin tərki icma ilə küfürdür.
Çünki imanın tərifində deyildiyi kimi, iman qəlb ilə təsdiq, dil ilə əməl, əməllərlə izhardır. Üçündən biri olmazsa insan kafir olar. Əməl dedikdə isə qəsd olunan İslamın vacib etdiyi, müsəlmanlara xas olan zahiri əməldir. Yəni bu üç şey nəzərdə tutulur. Əməlin cinsi dedikdə, əməl dedikdə bu üç şey nəzərdə tutulur. Buna diqqət edin qardaşlar. Birinci, vacib əməl olacaq. Məndub, müstəhəb əməl bura aid deyil. İkinci, yalnız İslama xas əməl olacaq. Digər dinlərdə və ya ənənələrdə, örfdə olan əməl buna aid deyil. Üçüncü, zahiri əməl olacaq. Qəlb əməlləri də buna aid deyil. Yəni bunun qəlb əməlləri buna aid deyil. Bəzən murciyələr özlərini təsdiq etmək üçün dəxilsiz əməlləri də buna daxil edirlər ki, qəlb əməllərini və ya İslama xas olmayan əməlləri buna daxil edirlər. Bu onlara aid deyil. Onlar deyildikdə ki, bu kəslər əməli tərk ediblər, iman isə əməl ilə olur, cinsül əməl budur. Deyirlər ki, yox, onların da əməlləri var, nə bilim, Allahdan qorxurlar, onlar la ilahe illallah deyirlər. Yəni bunlar nədir? Heç biri əmələ aid deyil. Bu birinci məsələ. Bir də var qardaşlar, əməlin cinsini yox, bu vaciblərdən hər hansı birini tərk edən. Yəni bunu müsəlmanlar, qardaşlar bəzən qarışdırırlar. Əməlin cinsi tamam başqa şeydir. Vacib əməllərdən hər hansı birini və ya bir neçəsinin tərki tamam başqa şeydir. Bu kəs haqqında vacib əməllərdən hər hansı birini və yaxud bir neçəsinin tərki haqqında əhl-i-sünnə ixtilaf edib. Məsələn, bir kəs namaz qılır, amma oruç tutmur. Əhl-i-sünnə bu kəsin hökmündə ixtilaf edib. Və ya bir kəs namaz qılır, oruç tutur, amma zəkat vermir. Və ya namaz qılır, oruç tutur, zəkat verir, amma həcc etmir. Və ya bu əməlləri edir, amma namazı gah qılır, gah qılmır. Belə kəsin üzərində əhl-i-sünnət ixtilaf edib. Murciyələr belə nəqillər gələrək, müsəlmanların başını qarışdırırlar ki, baxın, alimlər namaz haqqında, oruç haqqında falan ixtilaf ediblər. Biz namazı, orucu tərk edəni təkfir etmədikdə, siz bizim murciəlikdə ittiham edirsiniz. Halbuki deyirlər ki, alimlər də belə kəsi təkfir etməyiblər. Yəni, bu batil yanaşmadır, qardaşlar. Bunları qarışdırırlar. Bu tamamilə batildir. Əhl-i-sünnə bu vaciblərin bəzisinə əməl edib, bəzisini tərk edən üzərində ixtilaf edib. Amma hamısını tərk edən üzərində heç bir ixtilaf yoxdur. Bu, murciənin məzhəbidir. İnşallah bununla kifayətlənək. Allah Əzzə və Cəllə bizi əhl-i-sünnə üzərində, Rəbbimizin dini üzərində, Rəbbimizin bizdən qəbul etdiyi din üzərində özünə qovuşan qullarından eləsin. Əmin. Sübhanəkə Allahumma və bihamdik. Əşhədu ən la ilahə illə ənt əstəğfiruka və etûbu ileyk.